Müharibə dövründə hərbçilər arasında ən çox rast gəlinən psixoloji vəziyyətlərdən biri kəskin stres reaksiyasıdır. Mütəxəssislərin sözlərinə görə bu hal insanın ağır və təhlükəli hadisələrə verdiyi təbii psixoloji cavabdır. Bu zaman şəxsdə diqqətin zəifləməsi, ətraf mühiti tam qavramaqda çətinlik və ani donub qalma hissi yarana bilər. Bəzi hallarda isə bunun əksi olaraq həddindən artıq həyəcan, qaçmaq istəyi və ya nəzarətsiz davranışlar müşahidə olunur. Bu vəziyyət fiziki əlamətlərlə də müşahidə olunur. Bilər ürək döyüntüsünün artması, tərləmə və narahatlıq kimi. Hərbçilərdə tez-tez rast gəlinən digər əlamətlərə yuxusuzluq, əsəbilik, səsə qarşı həssaslıq və keçmiş hadisələrin təkrar-təkrar xatırlanması daxildir. Əgər bu simptomlar uzun müddət davam edərsə, bu zaman posttravmatik stres pozuntusu, yəni inkişaf edə bilər. Bu vəziyyətdə psixoloji dəstək çox vacibdir. İlkin mərhələdə göstərilən psixoloji yardım insanın sakitləşməsinə, emosional vəziyyətinin stabilləşməsinə və gündəlik həyata uyğunlaşmasına kömək edir. Daha ağır hallarda isə mütəxəssislər tərəfindən psixoterapiya və lazım olduqda dərman müalicəsi tətbiq olunur. Xüsusilə kognitiv davranış terapiyası bu sahədə ən effektiv üsullardan biri hesab olunur. Bu terapiya insanın travma ilə bağlı düşüncələrini dəyişməyə və daha sağlam reaksiyalar formalaşdırmağa kömək edir. Unutmayaq ki, psixoloji sağlamlıq da fiziki sağlamlıq qədər önəmlidir. Vaxtında göstərilən dəstək gələcəkdə daha ciddi problemlərin qarşısını ala bilər.